Allah'a and olsun yeganə ana yox, nə qədər insan şahiddir. O mən deyəndə ki, şey eləməyin. Allah haqqı düz deyir. Bilirkisi de o kişi o bilir. Birini çatla bilmir. Hə, olsun da biz onu yad eləyək. Bu günləri bizim qazi qardaşlarımız əgər Kənan kimi qardaşlarımız əgər bu vəziyyətdə gəlib hər hansısa bir qazimizi, Hüseyn kimi qazimizi ziyarət edirsə, bizim ayağımız üstümüzdədir və sağlamlığımız da yerindədir. Biz niyə gəlib Hüseyn kimi Biz qardaşlarımızı Bakıda da ziyarət getmişik. etmirik? Vallahi. Bakıda qapımız heç Bizim borcumuzdur. Hər bir vətəndaşın, hər bir Azərbaycanın borcudur ki, heç kim birinci nəfəsi. bu cür qardaşlarımıza dəyər verir. Aman. Allah şəfa versin inşallah. Allah köməyiniz olsun qardaşlar sizin də. Çok sağ olun. Allah kardeşimize de şəfa versin inşallah. Allah Allah sizlərə şəfa müşahitlərimizə versin. rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah anamıza da səbir versin inşallah. Hüseynin gözünün ağrıdır. Amin. Allah bugün qurbanlıq günüdür də, İsmail qurbanları. Allah elə nəsib etsin gələnin. Hər bir bizim Allah qurbanını qəbul eləsin. Amin inşallah. Hüseyn dil açsın. Kənan sən də yeriyəsən. Başqa heç nə istəmirəm. Sizlərin də şəfasını. En güzel arzudur. Mən bilirəm ki, Amin inşallah. baxın, ola bilər yataqda, arabadadır, amma sizin onlardan fərqiniz yoxdur. Sadəcə olaraq onu çox adam anlamır. Cismən sağ, ruhən olmayan sizlər, inanın mən sizlər çox anlayıram. İndi bəzən deyirik əlimiz, qolumuz yoxdur deyə, xeyr. İnanın o veteranlar var, yaxud da orqanları yerində olub gördüyünüzdə, onların yaşadığı. Çünki bu yaralanıb, məsələn, arxasını görmür, amma onlar önü daşıyıb, cəsəd görüb. Düşməndən danışıram ha. O mundarçılıqlar mı deyim, bizim öz dostunun, səngər yoldaşının qanını görüb. Güllə yarası, qəlbə Bəli. yarası almaq deyil. Bir qabda çörək yediyin dostunun Bəli. 5 dəqiqədən sonra başı qucağına düşür, qolu qucağına düşür. Çok Yəni o çox böyük travmadır. O güllə yarasından da betərdir. Bəli, düz çox doğru. Və ona görə onları qeyd elədim ki, bax, Allah hər bunları birinə biz şəfa görürük, versin. qazi, Həqiqətən ağır, çox amma onlar çətindir. cismən. Yəni hal-hazırda Tovuz'dayıq. Can. Hüseynə qurban, gəl. Hüseynin ziyarətindəyik. Nerede?